Deməli əziz qardaşlar, belə bir K5 GT-Line. Arxa kiren stopu yoxdur. Maşın Look Panorama 1.6 2021 K5 GT-Line. Probek 134.000 mil, harca 210.000 kilometr, 13.000 dirhəmdən girir. Harca 3.500 dollardan. Bunu ucuz udmaq olsa əslində əla maşındır. Elə bir güclü zədəsi də yoxdur. Deməli, qabaq 3 lupa faradır. Maşın Distroniki yerindədir. Qabaq splaşına bufer alınmalıdır. Bir də baba bu faranı görürsünüz. Bu fara. Bir dənə də 3 lupa fara alınmalıdır. Və qabaq bamper alınmalıdır. Dəmirçi maşında bu hissədə görüləcək və bax, burada belə batığı var. Maşının VIN kodu. Heç bir deyəsən ayrı bak atmayıb. Heç bir ayrı bak atmayıb. Koja, salon, yenə deyirəm GT-Line görürsünüz. Şunursuz zaryadka yığması da var. Modrus, start, stop. 1K20. 1K 2020. Belə 1.6 motor. Zapçaslarını Tayvandan almaq olar. Bir dənə qabaq farası orijinal alınmalıdır.